Bəzən abituriyentlər verilən ilin neçənci yüzilliyə, neçənci minilliyə aid olduğunu tapmaqda çətinlik çəkirlər. Bunun asan qaydasını izah edim. Misal üçün, bizə verilib 290-cı il. Bunun neçənci yüzilliyə aid olduğunu tapmaq üçün yüzilliyi bildirən rəqəmin üzərinə 1 əlavə etmək kifayətdir. 2 üstəgəl 1 bərabərdir 3. Deməli, 290-cı il 3-cü yüzilliyə aiddir. Bu, eramızdan əvvəl bizim era olduqda heç birində fərqi yoxdur. Yəni, sizə verilsəydi ki, eramızdan əvvəl 290-cı il, yenə eyni qayda ilə 2-nin üzərinə 1 gəlib, neçənci yüzilliyə aid olduğunu tapacaqdıq. 3-cü yüzillik. Minillikdə də qaydası belədir. Minilliyi bildirən rəqəmin üzərinə 1 əlavə edirik. Misal üçün, 1792-ci il verilibdirsə, 1-in üzərinə 1 əlavə edirik. 2. Yəni 1792-ci il 2-ci minillikdir. Bunda da eyni ilə eramızdan əvvəl olduqda da dəyişmir. 1792 eramızdan əvvəl yenə üzərinə 1 əlavə edirik. 2-ci minillik. İstisna hal olaraq 100 illikdə sonu 2 sıfırla bitərsə, məsələn 200-cü il olarsa, 1000 illikdə isə sonu 3 sıfırla bitərsə, məsələn 1000-ci il. Belə halda 100 illiyi bildirən rəqəm, 1000 illiyi bildirən rəqəm neçədirsə, elə də qalır. Yəni artıq burada 2-ci yüzillik olur. Burada isə 1-ci minillik.